Layihəyə geri qayıtdım və hazırda population adlı sorğunu nəzərdən keçirirəm. Nəzəri hissədə dediyim kimi 3 yeni cədvəl yaratmalıyıq. Yəni bu sorğunu olduğu kimi saxlayaraq bir fakt cədvəli, 2 dimension, yəni ölçü cədvəli meydana çıxarmalıyıq. Bunun üçün population adlı sorğunu dəyişməyəcəyik. İlk növbədə yeni yaradacağımız cədvəllər təməl olaraq population cədvəlini qəbul edəcək. Çünki bu cədvəldə ehtiyacımız olan bütün məlumatlar vardır. Country ilə bağlı məlumatlardan country ID, country-ni misal çəkə bilərik. Həmçinin age group ilə bağlı burada age group adlı sütunumuz var və onun daxilində müxtəlif yaş qruplarına dair məlumatlarımız vardır. Digər tərəfdən populyasiya ilə bağlı, population və gender, cinslərlə bağlı olan məlumatlarımız vardır. Nəticədə məhz bu cədvəli dediyim kimi 3 ayrı cədvələ bölmək istəyirik. Təbii ki, ilk növbədə cədvəli kopyalamamız lazım olacaq. Power BI desktopda cədvəllərin kopyalanmasını iki cür həyata keçirmək mümkündür. İlk olaraq həmin cədvəl üzərində sağ klik edərək buradan Duplicate Reference və kopyadan istifadə edə bilərik. Həmçinin eyni zamanda Home tabında Query hissəsində Manage klik edərək buradan istifadə edə bilərik. Həmçinin burada Delete hissəsi də var, lakin bu həmin cədvəli siləcək. Odur ki, hazırda bizə bu lazım deyil. Bəs referans və duplicate arasında fərqlər nədir? İlk öncə onu qeyd edim ki, copy və duplicate eyni funksiyanı daşıyır. Ona görə copy-ya ayrıca toxunmuram. Hazırda sadəcə duplicate və referans üzərindən danışacağam. İlk növbədə istəyirəm referansla bağlı danışaq. Biz hal-hazırda population adlı sorğunun üzərindəyik. Gördüyünüz kimi apply step hissəsi var. Burada source, yəni mənbə hissəsində bir işarə var. O işarəyə klik etdikdə qarşımıza population adlı sorğunun əsas mənbəsi çıxır. Yəni, əgər yadınızdadırsa, biz append queries hissəsində ilk 3 sorğunu birləşdirərək population sorğumuzu almışdıq və hal-hazırda mənbə hissəsi də onu göstərir. Yəni, həmin population adlı yeni sorğunun əsas mənbəsi bu 3 sorğudur. Yəni, population referansı bu cədvəllərdən alır. Mən o klik edirəm. Əgər mən birinci sorğunu silməyə çalışsam, sağ klik edirəm və delete edirəm. Gördüyünüz kimi qarşımıza bir xəbərdarlıq mesajı çıxır. Yəni population adlı sorğu bu cədvəllərdən və ilk olaraq birinci cədvəldən qidalandığı üçün və ya referans aldığı üçün biz bu cədvəli silə bilmərik. Mən onu bağlayıram. İkinci sorğu üzərində əgər mən yenə delete desəm, gördüyünüz kimi eyni mesajı alırıq. Həmçinin üçüncü cədvəldə də sağ klik delete desəm, yenə mən eyni mesajı almış olacam. Çünki population adlı cədvəlin referansı bu cədvəllər olduğu üçün onları silmək qeyri-mümkündür. Hal-hazırda mən daha başqa bir əməliyyat da göstərəcəm. Sağ klik edirik. Yenidən mən referans deyirəm. Gördüyünüz kimi population adlı sorğunun referansı yaradılır. Digər bir cədvəl. Hal-hazırda o yaransın və referansla duplikatın, daha doğrusu duplikatın fərqini biz buradan tam olaraq anlamış olacaq. Bəli, gördüyünüz kimi hal-hazırda population adlı cədvəlin referansı yaradılmış oldu və applied steps hissəsində, hansı ki biz population-da müxtəlif işlər görmüşdük, referans aldığı cədvəldə population 2 adlı cədvəldə isə həmin hissə demək olar ki, yoxdur. Həmçinin burada formula bar hissəsində də heç bir kodlar qarşımıza çıxmır. Burada əgər biz əsas cədvəldə, yəni population adlı cədvəldə, məsələn, country ID-ni silsək, mən delete deyirəm. Gördüyünüz kimi population 2 adlı cədvəlimiz referans aldığı üçün bu cədvəldən, bu cədvəl üzərində heç bir dəyişiklik edə bilmirəm. Həmçinin population cədvəlini silməyə də çalışsam, yenidən eyni mesajı alacam. Yadınızdadırsa, bayaq bu sorğularla bağlı bu mesajı almışdım. Population 2 və population cədvəlini mən hal-hazırda duplikatını çıxarmaq istəyirəm. Gördüyünüz kimi population 3 yarandı və avtomatik olaraq apply steps, yəni uygulanan, tətbiq edilən addımlar hissəsində məhz population-la eyni olan əməliyyatlar burada da çıxmış oldu. Və hal-hazırda biz dublikat və referansın fərqini məncə anlamış oluruq.
hal-hazırda həmin cədvəl kopyalanır və qarşımıza həmin datalar çıxmış olacaq. Bəli, gördüyünüz kimi population 3 adlı yeni dublikat, yəni kopyalanmış bir cədvəl qarşımıza çıxdı. Həmçinin apply step hissəsinə də nəzər salsaq, eynən population adlı əsas cədvəldəki kimi bütün əməliyyatlar burada da özünü göstərir. Yəni, mən hal-hazırda bunu silirəm, delete deyərək. Çünki gördüyünüz kimi qarşımıza bir yeni pəncərə çıxmış oldu. Delete klik edirik, həmin cədvəl silinmiş olacaq. Lakin biz population 2 referans cədvəllə davam edəcəyik. Çünki dim region cədvəlini, yəni dimension ölçü cədvəlini məhz bu cədvəl vasitəsilə hazırlayacaq. Ona görə mən burada rename deyirəm və dim region adlandırıram. Daha 2 cədvəl yaradacağımız üçün mən istəyirəm hal-hazırda yeni bir qrup yaradım burada. New group deyirik və bu yeni yaradacağımız cədvəllər hansı ki 1 fakt, 2 ölçü cədvəli olacaq ki, dimension cədvəli olacaq. Ona görə o bizim ilk data modelimizi təşkil edəcək. Bu səbəbdən yeni qrupun adını mən data model qoyuram və o klik edirəm. Gördüyünüz kimi data model yaradılmış oldu. Dim regionu onun üzərinə gətirirəm və data model adlı qrupumuza əlavə edirəm. Növbəti dərsimizdə biz həmin cədvəli məhz dim region strukturunda hazırlayacağıq. Növbəti dərsdə görüşənədək.